Deyirəm, nənən sən oğlan doğsaydı. İndi yəqin borçal aşığıydın dədəmin göraqdı. Aşıq nədir az? İndiki zamanada görsəz bir rəhbər işçilərə lazımdır. Hanı o Əzələdən, ha? Bir də evə az pul gətirən kişilərin arvadlarına. Onu düz deyirsən. Elə bizim kəndin o bir kolxoz sədri vardı, Maif Qasım. Bağranda, kolda sofkalar da səksənirdi. Hamı bilirdi ki, Maif Qasımın qəstunun yaxası qərib siyifdi, uca medal istəyir. Bizim isə əməyimizə qiymət verən yoxdur. Neynirlər bizi? Maif Qasımın sağ əli olsun mənim başıma. Külümü qoyum sənin o təpə. Maif Qasım hökumət damlayıb, yatır. Nə tez-tez paltar yuyursan, nasıl ölür? Demə Sevda, demə. 2 aydan bir paltar yumaqdan mənim də dırnaqlarımın qraskayısı gedib, Deli köpəyin qızı. Sara. Nədir? Deyirəm bu Sevda, böyründə kişisi ola başı, görən niyə doğmur? Nə bilim az, Savrimin də adamdır. Bunların öz aləmi var. Savrimenlik nə da az? Dədəmin göğru haqqı bizim kətdə arvadı ildə doğmayan kişiyə millət bitər baxırıq. Sən öyle hazır vahmın başı haqqı o adam tandığından çayçadık qalmır. Rasim qardaş Seydan heç paltar yumağa da qoymur. Gör necə kişilər var. Bağlataz, kişi, külümü qoyum onun kişi təpəsinə dinmaz. Krasavitsi, yine kimin giybetini kırırsınız orada? Ne inirsiniz burada? Krasavitsi. Ne das? Ne? Boy. Boy. Ağzı uşaq poxun niye yaxıbsan sıfatına? Daş təpa düşsün elə. Yaxşı qızsan. Dırnaq vur başıma. Dırnaq vur. Ay köpəyin qız. Seda. Seda. Gecələr İrasim öyə çox mu yorğun gəlir? Нет, а что? Bacı, bu gecələr səndən oturub, şeirdən mi deyim, beyləğan vəziyyətdən mi deyim, söhbət eləmirmi? Элир, а что? Bə niyə doğmursan, az sən? Ay, doğdan, ha? Söyle, у тебя что здесь, одно и то же. Əcəb beni baldılar. Ma nə var az? Üçün bir qarına doğmuşam gözlüyün qavağında. Ay, indi uspora dursam dədəmin gör haqqı 4-ün birdən doğaram. Bax, ma ora burasını göstərməyinə bax.